necə qoruyub bir xristiyanın dili ilə Əli əleyhissalamın fəzilətini yazdırıb, saxlayıb. Lazım deyil ki, üzr istəyən bir müsəlman desin. Kim düşünərdi ki, Əlinin haqqında xristiyan kitab yazsın? Amma Allah onun dili ilə, qəlbi ilə, Əli ilə Əli əleyhissalam fəzilətlərin gətirib yer kürəsində insanlara çatdırır. Subhanallah. Amma ağlım mənə hökm edir ki, ey şəxs, sən bu dünyada birin özünə müəllim seçməlisən, özünə ideal seçməlisən, özünə rəhbər seçməlisən və onun dalıca getməlisən. Kimi seçməlisən? Seçəndə adam ən elmli, ən təqvalı, ən şücaətli, ən səxavətlini, hər şeydə öndə olanı seçər, düzdür. Mənim hələ ayələri, rivayətləri, hədisləri qoyuram kənara, ağlım axtarır, görürsən, hər şeydə birinci kimdir? Əli əleyhissalamdır. Ağlım da mənə hökm edir ki, onun arxasıyla ged. Peyğəmbərimiz buyuruyor, Əliyə nəzər eləyin. İstəsəz ki, birdən xatiriniz götürürsə, desəm mən Adəmin elmin bilmək istəyirəm, İbrahimin xəlilliyin, həlilliyin görmək istəyirəm, Musanın zirəkliyin, İsa'nın zöhdün, baxın bu Əli əleyhissalamda cəmləşir. Əgər Adəm Peyğəmbərin sülbündə Əlinin nuru olmasaydı, ləma qilə qidmən lil məlakəti iscudu. Gedəndə baxarsa Əli əleyhissalamın qəbri şərifinin günbəzində yazdı. Əgər Adəmin sülbündə Əlinin nuru olmasaydı, Allah mələklərə deməzdi Adəmə səcdə edin. Demək, o səcdə kimədir? Əli əleyhissalamın nurunun qarşısında mələklərə əmr olunur, səcdə edin. Əmirül-Müminin əleyhissalamı tanımadı dünya. Peyğəmbərimiz buyurur, Əli, Allahı tanımadı məgər sən və mən. Sən də mənim kimi Allahı tanıyan olmadı. Əli, məni tanımadı məgər sən və Allah. Məni də sənlə Allah kimi tanıyan olmadı. Əli, səni tanımadı məgər mən və Allah. Mənlə Allah kimi səni tanıyan olmadı, Əli. Tanıyan olmadı. Subhanallah. Əmmar Yasir deyir, Əli əleyhissalamdan oturmuşdur. Gördüm bir qarışqa yuvasından qarışqalar çıxır, qaynaşır. Deyir, dedim, görəsən bu qarışqaların sayın bilən olar mı? Bu yuvada nə qədər qarışqa var? Həzrət buyurdu, əmmar, nə sayın? O qarışqaların sayını da bilən var və neçəsinin erkəyi, neçəsinin dişi olduğunu da bilən var. Deyir, dedim, ağa o kimdir? Dedi, bəs Allah Quran-ı Kərimdə buyurmur ki, Kullə şeyin əhsəynahu fi imamin mubin. Hər şeyin sayını mübin imamda qoymuşuq. Ən imamın mübin, mənəm o bəyan edən imam. Biz bir gecə ilə əzlərim Əli əleyhissalamın fəzilətin, mənaqibin danışıb qutara bilmərik. Dünya acizdir, kəlmələr acizdir Əli əleyhissalamın fəzilətindən danışar. Biz bir qədər, bir nöqtəsinə işarə edə bildik.